Və mən buradan Azərbaycan parlamentinə səslənirəm. Siz vərdiş edirsiniz, hörmətli deputatlar, fövqəladə iclas çağırmağa. Vərdişkarsınız. Prezident Amerikada müqavilə imzalayır Paşinyandan. Üstündən bir ay keçəndən sonra sizin yadınıza düşür ki, bax, prezident orada müqavilə imzalayır. Və biz buna heç münasibət bildirməmişik. Dərhal bir dənə təcili şey çalışır, fövqəladə iclas çalışır, adına qoysun fövqəladə və çıxıb orada fövqəladə iclasda deyir ki, cənab prezidentin bağladığı müqavilə əsrin müqaviləsidir. Bir aydan sonra. İndi mən buradan sizə səslənirəm. Vüqar Tofiqoğlu neçə vaxtı ət məsələsini qaldırır. Ölkədə ətin qiymətinin qalxma səbəbini açıqlayır. Niyə bir fövqəladə iclas çağırmırsınız? Sahibə xanım, bir dənə fövqəladə iclas çağır da, sənin qohum əqraban ət yemir, hamı vegetariandır. Deputatların qohum əqrabası ət yemir, vegetariandır bunlar hamısı. Yoxsa bunların əti pulsuz gəlir deyən Tayfatoğlu'nun. Bunların heç nə xəbəri yoxdur. Anlamırlar nə baş verir ölkədə. Qısa müddətdə, bir ilin içərisində, bir ildə də 7 ayın içərisində mal əti 11 manatdan 18 manata qalxıb. 20 manata qalxıb artıq. Tikə ət 25 manat olubdur. Nə yaxşı bir fövqəladə iclas çağırmışsınız? Adnan Əhmədzadə həbs olunubdur. Nə yaxşı çağırmışsınız bir dənə fövqəladə iclas? Çağırın adlarını müzakirə edin, qardaş. Dövlətin adına ləşə vurub. Millətdən və pulun yeyib. Sokar rəhbərliyi çağırın ora. Hesabat tələb elə. Problem etsəniz, nədən ötürürsən sən? Özünü maaş artırmaqdan, ha? Pul davası döyməkdən ötürü. Bahalı maşınlarda gəzməkdən ötürü. Kabinetlərdə oturmaqdan ötürü. Otellərdə özünüzə kabinet ayrıtdırmaqdan ötürü. Nədən ötürürsünüz siz orada?